döyüş, deyək ki, yolum o qədər uzun olmayıb. Yəni, əvvəl bizim batalyon Şuşada olduq. Şuşadan olandan sonra əsas döyüş bizim nöqtəmiz oldu Sədərək. Ümumiyyətlə, o vaxt mən tək deyildim. Bir axın da yaranmışdı. Yəni, vətəni qorumaq, vətəni mütləq müdafiə etmək. Yəni, mən də bu axının içindəydim. İlk anlarda mən sizə deyim ki, qorxu hissləri var. Bunu etiraf etmək lazım. Ancaq, məsələn, bu qorxu hissləri də çox qalmırdı. Niyə? Müharibədə hadisələr o qədər sürətlə cərəyan edir ki, artıq siz bu barədə düşünməyə macal tapmırsınız. Məsələn, tutaq ki, bugün biri yaralandı, sabah kiməsə nəsə oldu, biri həlak oldu və s. və ilə. Müharibə, mən deyərdim ki, insanı müəyyən qədər vəhşiləşdirir. İnsanlar daha sərt olurlar. Məsələn, olurdu ki, tutaq ki, siz gedirsiniz, atılıb qalmış bir evdir. Tutaq ki, əskərə girir bu evdə. Heç kim yoxdur evdə. Yəni, heç... Amma baxır ki, tutaq ki, nəsə, deyək ki, çilçıraq göydən asılı qalıb. Artıq bilirsiniz, elə bir, yəni insan elə bir o psixoloji durumdadır ki, o onu heç də qane etmir və bir neçə güllə və artıq çilçıraq yerdədir. Keçmişdə şahların cəlladları olardı. Çox güman ki, onlar ümumiyyətlə psixi cəhətdən anormal insanlar olur. Çünki silahsız insana mən silah qaldıra bilməmişim. Təhsil mən yox. Yəni bu hissiyatı, bu hissləri düşünürəm ki, çox adamlar keçirir. İstər-istəməz hər hansı bir boşalmış qəsəbə və yaxud da kənd deyim, biz ora daxil olanda, evlərə girib baxanda ilk növbədə axtardığım mənim üçün maraqlı olan şey kitab idi. 4-cü, 5-ci sinifdə bir balaca rəssamlıqla məşğul olmuşam. Ümumiyyətlə, mən mütaliəni uşaqdan sevmişəm. Memarlığa da mənim çox böyük həvəsim olub. Məni çox cəlb edib. Ona görə də İnşaat Mühəndisliyi İnstitutuna daxil oldum. Haradasa artıq mən 16-17 yaşında olanda daxildə belə bir öz vətənimə qarşı bir məhəbbət, haradasa sevgi, bu var idi. Müharibələr də belə deyək də, müəyyən qədər ədalətli, belə demək mümkünsə, ədalətsiz olur və ermənini biz heç də adi düşmən kimi qəbul etmirdik. Ona görə də döyüş zonasında biz onlara ümumiyyətlə qarşı sərt olur. Yəni, mənim də qəlbimdə düşməni məhv etmək, bax, belə bir ideyaları olub. Mənim yəni yaralanmağım bir göz qırpımında baş verdi. Və mən o vaxt heç vaxt düşünməmişdim, qorxmamışdım. Söhbət məndən getmir. Yəni, bir çoxları belə idi. Artıq biz buna alışmışdıq. Qalxıb atəş endirmək istəyəndə yaralandım. Sonrası isə artıq bir də aydın ki, belə deyək ki, yerdəyən gizgahından yaralanmışdım. O axan qanın hiss etdim istiliyini. Beləliklə, müəyyən müddət belə bir kontuziya vəziyyətində oldum və o müddət ərzində mən nə istəmişəm, bunu mən deyə bilmirəm. Ola bilər ki, orada şikayətlənmişəm də, gileylənmişəm də, bəlkə də, nə bilim, demişəm, mən niyə gəldim müharibəyə, həmin gün mənim posta getməyimə də bir ehtiyac yoxdur, ancaq elə bir hadisə olmuşdu ki, o hadisə bizim əskərləri iflic vəziyyətlə salmışdı. Məktəbin padvalında bu proses gedir. Səhv eləmirəmsə, hətta oğlan adı Ayət idi. Saşib səhvən oğlan özü demək ipi kəmərin halqasından yox, qumbaranın halqasından keçirmişdi. Və arxadan atmışdı, çeynərki dostuna vermişdi ki, al onu çək bağla. O da çəkib bağlanan sonra artıq görmüşdü ki, qumbaranın zapalı artıq qırılıb. O padvaldan qalxıb çıxmaq və eləcə də axı, məsələ burasındadır ki, padvalın ətrafında da əskərlər var. Orada da yəni, döyüş maşını dayanır, əskərlər var, postlar var, qorumaq üçün. Deməli, o qalxıb onu çıxıb harası tullamalı idi. Və yer gəlmişkən, həmin əl qumbaralarda o ciblərə çip otururdu. Bu müəyyən qədər vaxt aparacaqdı və ümumiyyətlə ola bilərdi ki, o hətta qaçıb yəni bayıra çıxsaydı, onu belə deyək ki, qumbaranı harasa yenə də atsaydı kiməsə yenə xəsarət yetirə biləcəkdi. Və bu anda həmin əskər elə bir qəhrəmanlıq göstərdi ki, mən sizə həqiqi deyim, bu qəhrəmanlığı eləmək
hər adamın işidir. Bəlkə mən heç özüm də onu edə bilməzdim. O, öz yoldaşlarına qışqırdı ki, hamı bir kənara çəkilsin. Yəni, o padvalın bir tərəfini. Özü isə qaçıb özünü digər əks tərəfdəki küncə sıxıb partlatdı. Ümumiyyətlə, mənim müalicəm bəlkə də bir 2-3 il çəkdi. Bu, mən sizə açıq deyim, ümumiyyətlə, çox ağır bir dövr olub mənim həyatımda. Ən ağır dövr isə məhz Moskvadan qayıdandan sonra oldu. Və o, mənə belə bir cavab vermişdilər. Biz sizə əlimizdən gələni etdik və siz harada getsəniz, biz edəni edəcəkdilər. Bundan artıq sizə heç kim kömək edə bilməyəcək. Mən onda vəziyyəti tam reallığı ilə dərk edə bildim. Bilirsiniz, bu heç də asan məsələ deyildi. Mənim o 20 yaşım var idi. Mən hətta sonra dostlarım sonralar mənə deyirdilər ki, biz sənin yanına gələ bilmirdik. Gəlib sənə nə deyək, necə təsəlli verək? Bəzi adamlar mənə bu görməyənlər üçün əlifba yoxdur, elə bir əlifba var. Onu istəmişlər ki, mən onu öyrənim, ancaq onu mənə deyə bilməmişdilər. O vaxt üçün düşünürdüm ki, mən belə bir vəziyyətdə ictimaiyyət arasına çıxa bilmərəm. Bunu yalnız mən edə bildim 3 il sonra. 96-cı ildə artıq mən belə deyək ki, izolyasiyadan çıxdım və yenidən cəmiyyətə qoşuldum. Daha çox meylimi saldım radioya. When I was a young man just out of law school and eager to get on with my life, on a whim I briefly put aside my reading preference for the A-list. İngilis kanalları deyək ki, peyda oldu. Beynimdə belə bir fikir keçdi ki, əgər mən ingilis dilini öyrənsəm, onu o dildə danışsam və başa düşsəm, mən artıq ingilis dilində qulaq asa bilərəm. Maraqlı burasıdır ki, mən ingilis dilini öyrənəndə heç də qarşımda belə bir məqsəd yox idi, gedəcəm, müəllim olacam, tutaq ki, institut yenidən oxuyacam və dövlət universitetində müəllim işləyəcəm. Sadəcə olaraq mütaliə olan həvəsim mənə məcbur etdi ki, ingilis dilini öyrənməyə qərar verim. Hətta mən ilk dəfə bunu anama deyəndə sözü o özü də çaşdı qaldı. Çünki bilmirdi ki, necə kömək eləsin mənə. Və o, mən anamla xahiş etdim ki, dərsləri mənə kaseti oxusun. İlk öncə çətin idi, çünki axı mən həyatım boyu görmə yaddaşını işləmişəm. Hətta mən sizə deyim ki, mən ilk yaranan anda mənə elə gəlirdi ki, mən yaddaşımın yarısını itirmişəm. Çünki onda mən anladım ki, görmə itəndən sonra yaddaş da mənə qədər pozulur.